Noyabrın 21-də Xocalı şəhərinə növbəti köç olub. Bugün bizim en güzel sevinçli günümüzdür. Gözünüz aydın olsun əziz Xocalılar. Bugün sizin en güzel sevinçli gününüzdür. Təbrik eləyirəm hər birinizi. Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında bərpa, tikinti, idarəetmə xidmətinin İctimaiyyətlə Əlaqələr şöbəsindən verilən məlumata görə 136 nəfərdən ibarət 25 ailə doğma yurduna qayıdıb. Sakinlər uzun illərdir Respublikanın müxtəlif ərazilərində çətin şəraitdə məskunlaşmış ailələrdən seçilib. Xocalıya çatan ailələr Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin əməkdaşları, o cümlədən Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında bərpa, tikinti və idarəetmə xidmətinin rəsmiləri tərəfindən qarşılanıb. Sakinlərə mənzillərin açarları təqdim edilib. Tədbirdə çıxış edən rəsmilərin sözlərinə görə Xocalıda geniş miqyaslı tikinti quruculuq işləri davam edir. Köç mərhələli şəkildə həyata keçirilir. Artıq Xocalı şəhəri ilə bərabər rayonun bir neçə kəndinə də insanların qayıdışı davam edir. Elgün Gəncimsoy, Fəxri Məmmədov, Layiq Qələndərli, APA TV, Xocalı.